Yenidən sizi salamlayıram. Çox diqqətimi çəkən və məni çox narahat edən bir məsələ haqqında çox qısa şəkildə müəyyən fikirlərimizi sizinlə bölüşmək istəyirəm. O da nədən ibarətdir? Yəqin ki, düşünürəm ki, milli düşüncəyə sahib olan və mənəvi dəyərləri ön planda tutan hər bir Azərbaycan vətəndaşını bu məsələ narahat edir deyə düşünürəm. Azərbaycanda son illərdə, xüsusən son illərdə çox ciddi ölçüdə beyin gerçəkləşməkdədir. Yəni, beyin axını gerçəkləşməkdədir. Və illərlə sərf olunan, hazırlanması üçün illərlə sərf olunan, enerji verilən, maddi qaynaqların sərf olunduğu bizim istəyir müxtəlif sahənin, xüsusən də tibb sahəsində olan həkimlərimizin kütləvi şəkildə xaricə yönəldiyi, xüsusən də Almaniyaya yönəldiyinə dair məlumatlar get-gedə daha da çoxalmağa başlayır, intensivləşməyə başlayır və təəssüflər olsun ki, bunu birbaşa önləyə biləcək və ya hər hansı bir tədbir alına biləcək bir məsələ üzərində də ya durulmur, ya da durulursa da çox da gündəmə gəlmir bu. İndi təsəvvürünüzə gətirin ki, dəqiq rəqəm olmamaqla bərabər mənim araşdırmalarıma görə son sadəcə bir neçə il ərzində 2000-ə yaxın tibb mütəxəssisimiz, yəni həkimlərimiz Almaniyaya üst tutub və orada fəaliyyətə başlayıb. Bu işin bizim tərəfdən acınacaqlı bir tərəfdir, amma nə hikmətdirsə, kimlərdirsə bunu bir uğur hekayəsi olaraq ələ almağa çalışır. Yəni onların orada hər hansı bir karyera qurmasının, hər hansı bir şəxsi karyerasını inkişaf elətdirməsini az qala umumilli bir uğur olaraq qələmə verir. Yəni bu hansı formada qəbul olunmalıdır, nə cür bu umumilli bir qürur mənbəyi olmalıdır, bu anlaşılmaz bir vəziyyətdir. Mənim kimi düşünən insanlar düşünürəm ki, az deyil. Yəni biz hazırlıq prosesində 15 ildən artıq iştirak eləmiş bir müəllim olaraq deyə bilərəm ki, xüsusən tibb universitetinə hazırlaşmaq üçün bir uşağın ən aşağısı 3 il, 4 il çox ciddi əmək sərf eləməlidir. Yəni bu qaçınılmazdır. Və onlar bir növ Azərbaycanın qaymaq təbəqəsidir ki, sonradan yenidən bir 5 il, 6 illik bir ali təhsil almalıdırlar, Alman dili öyrənməlidirlər. Düşünə bilirsiniz, bu 10 ildən yuxarı, az qala 15 illik bir insan sərmayəsi ilə və insan kapitalı ilə əmələ gələn bir proses sonradan hansısa bir xarici ölkəyə gedərək tamamlanmamalıdır. Yəni bu qədər primitiv və asan olmamalıdır. Əlbəttə ki, deyə biləcəksiniz ki, bu təkcə Azərbaycanda mı belədir? Təəssüflər olsun ki, təkcə bizdə belə deyil bu. Nümunə olaraq sizə deyim. Məsələn, bu günləri Çinlərin yüksək mütəxəssislərinin 20%, Hindistanlıların təqribən 20% ümumiyyətlə xaricə yönəlib, xüsusən Norveç, Almaniya, Amerika, İsveçrə kimi ölkələrə yönəlirlər və orada öz karyeralarına davam elətdirirlər. Hətta bizdə belə bir statistik göstərici təəssüf olsun ki, yoxdur, amma Türkiyə universitetləri arasında aparılan anket çalışmalarından çıxan nəticələr də vəhimdir. Orada təhsil alan tələbələrin təqribən 80%-i ömrünün qalan hissəsini istəyir təhsil olaraq, istəyir karyera olaraq Türkiyə xaricində, yəni Avropa ölkələrində və ya Amerikada və ya Kanadada davam elətdirmək istədiklərini bildirirlər. Bu çox ciddi siqnal olmalıdır, cəmiyyət üçün çox ciddi siqnal olmalıdır bu. Bizim tələbələr arasında görəsən belə bir anket çalışması eləsək, hər 10 tələbədən neçəsi eyni cavabı vermiş olar. Yəni, mənə elə gəlir ki, bu Türkiyədən daha az olmayacaq bu rəqəm. Daha çox ola bilər ki, daha az olmayacaq. Əlbəttə deyəcəksiniz ki, ilk ağla gələn həmişə haqqı halı var. Yəni, bunu deyən adamları mən qətiyyən tənqid eləmə fikrim yoxdur. Deyəcəksiniz ki, əlbəttə maddi tələblər, sosial vəziyyət, maaşların aşağı olması, bütün bunlar deyəcəksiniz ki, əsas səbəbdir ki, təbii bu insanlar xaricə köç etmək məcburiyyətinə qalırlar və haqq da qazandıracaqsınız bu cür məqamlara. Amma əlbəttə bu özünə görə haqlıdır, amma bunu tək səbəb olaraq maddi səbəblərlə izah etmək mənə elə gəlir ki, çox dayaz bir yaxınlaşma tərzi olardı. Nə üçün? Çünki yenə əvvələ qayıdıram, yəni bir uşağın
sadəcə tibb özəlində deyirəm. Yəni tibb universitetinə hazırlaşması üçün onsuz da 3 illik, 4 illik periodda kifayət qədər valideyn tərəfindən maddi bir xərclənmə olur. Kifayət qədər, yəni pul xərclənir bunların hazırlıq prosesinə. Ondan sonra ali təhsil dövründə də yenə bu maddi sərfiyyat davam eləyir və bu maddi gücü olmayan həmin şəxslərin qəbul edərsiniz ki, nə alman dilini öyrənməyə, nə hansısa bir xarici ölkəyə getməyə də bir gücü olmaz. Yəni bu sadəcə bununla izah edilməməlidir ki, orada daha yaxşı vəziyyət var, onda daha yaxşı sosial vəziyyət, yəni daha yaxşı maaşlar varsa, demək ki, ora getmək də bir uğurun bir davamıdır ya da bir çox müsbət bir hal kimi qələmə vermək lazımdır. Xeyr, mən qətiyyən belə düşünmürəm. Mən birmənalı şəkildə belə düşünürəm ki, bu sosial vəziyyətdən ziyadə, yəni maddi vəziyyətdən ziyadə daha çox mənəvi boşluqla bağlı olan bir məsələdir. Təəssüflər olsun ki, biz təhsilimizdə artıq bu məsələnin demək olar ki, rast gəlmirik ki, kiminsə hansısa məktəblər, hansısa ali təhsil müəssisələri uşaqların günümüzdə mənəvi tərbiyəsi ilə və mənəvi ideolojik hazırlığı ilə məşğul olsunlar. Axı bu dəyərli bir məsələdir ki, çox dəyərli bir məsələdir ki, insan öz vətənini tərk edir və başqa bir yerə köç edir. Bundan daha dəyərli nə ola bilər ki, bu məsələ kifayət qədər gündəm olmasın, yəni insanları bu narahat eləməsin. Təəssüflər olsun ki, yenə bir daha bildirmək istəyirəm ki, biz qəbul proqramına diqqət eləyirik, görürük ki, orada xüsusən ingilis dili özəlində sizə bir nümunə deyim. Dünyanın, məsələn, keçənlərdə baxıram, son çıxan nəşrdə, yəni Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan təəssüflər olsun ki, son nəşrində Michelle Obama dünya qadınlarına rol model olaraq təqdim olunur. Nə qədər acınacaqlı bir vəziyyətdir. Bilirsiniz ki, sadəcə 3 Amerika prezidenti dövründə ki, onun biri də Barack Obama idi. Ümumi İslam aləmində qətlə yetirilən insan sayı 11 milyondan yuxarı idi. Bu, belə bir vəziyyətdə, belə bir xanımın nəinki Amerikaya, bütün dünya xanımlarına rol model olduğunu niyə biz uşaqlarımıza təlqin etməliyik? Əlbəttə, bu zehniyyətdə böyüyən uşaq da belə fikirləşəcək ki, elə doğrudan da yaxşısı odur ki, biz Amerikaya üst tutaq. Hətta biraz daha vəhim olanı deyim. Bundan da vəhim olan odur ki, dırnaqarası dindarlıqla ön plana çıxan təhsil müəssisələrində də eyni təbliğatın şahidi oluruq. Yəni, Amerika universitetini qazanan bir tələbə güllə, çiçəklə, böyük bir mərasimlə, böyük bir tədbirlə yola salınır ki, bəli, çox böyük bir uğura imza atıb. Olay, sualı verirəm mən həmin tədbirdə iştirak edən, tədbiri təşkil edənlərə. Bu tələbələrin yüzdə neçəsi geri qayıdır? Yəni, Azərbaycan üçün gələcəkdə faydalı ola biləcək neçə faizi bizim milli, mənəvi dəyərlərimizi özündə əks elətdirərək qayıtmalıdır? Bu önəmli şərtdir və burada fəaliyyətinə davam elətdirməlidir. Bu da ikinci önəmli şərtdir. Bunlardan belə varmı? Belə bir araşdırma aparmısınızmı? Siz görəsən, xaricdə təhsil alan, xüsusən yüksək universitetlərdə təhsil alan Azərbaycan tələbələrinin neçə faiz Azərbaycana qayıdır? Siz də bilirsiniz ki, bu faiz çox aşağıdır. Elə isə niyə siz belə bir beyin köçünü və ya beyin axınının səbəbkarı olasınız? Niyə buna təşviq eləyəsiniz axı? Əgər texniki fənlər sahəsində təhsil almaq lazımdırsa, hər nə qədər bir çox problemləri olsa da mən demək istəyirəm ki, bizdə də bu təhsil almaq mümkündür. Yəni, texniki sahədə bizim elə də geri qalan, məsələn, kimsə riyaziyyat oxumaq istəyir, ya da fizik oxumaq istəyir, ya da kimya oxumaq istəyirsə, heç də Azərbaycan texniki sahədə o qədər geri qalmır bu sahədə. Müəyyən sahələr var ki, bəli, seçilə bilər, o sahələrdə mütəxəssislər göndərilə bilər, o şərtlə ki, onlar geri qayıtsın və Azərbaycan üçün faydalı olsun. İnşallah düşünürəm ki, bu mövzu ciddi müzakirələrə səbəb olar və ciddi sözün əsl mənasında narahatlığa səbəb olar ki, lazım olan həm maddi olaraq tələblərin ödənilməsi mövzusunda, həm də mənəvi olaraq hazırlanması mövzusunda lazım olan addımlar da atılmış olar.